hücumçusu və start stili gözləyirik. Startı səslən Əliyar Ağayevin oyuna sabah başlayır. Onlar qara geyimdə çıxış edəcəklər. Neftçi və bu arada hesab açılır. Sabah hesab açır. Kornerdən sonra Sabah hesab açdı. Bir anlı qarşılıqda təkrara baxaq. Təkrar. Rahman Əliyev sevində Azər Salahlıdır, bəli, son toxunu şeydən. Alex Fernandez sol cinaha gəlib. Sağda topsuz qalmışdı sanki. Mustafa Səkin ötürməsi, kəsilən ötürməyə qarşı Nogueira idi bu və qayda pozuntusu var. Əliyar Ağayev penalti deyir. Əliyar Ağayev penalti nöqtəsini göstərir. Bu da epizodun təkrarı. Dellur Mütəllimov qaydan pozdu. Əliyar Ağayevin fikrincə və penaltini yerine getirməyə hazırlaşır Yuri Matyas. İşarə gəldi. Yuri Matyas və Stas Pakacilov, amma təkrar zərbədən sonra Yuri Matyas hesabı bərabərləşdirir. Stas Pakacilov penaltini dəf etdi. Amma Yuri Matyas'ın təkrar zərbəsi qarşısında o da aciz qalır. Gol sevinci ekranlara gəlir. Təkrara baxaq. Burada Stas Pakacilov zərbə istiqamətini tapmışdı, amma komanda yoldaşları bunu sığırtalamağa gediklər. Matyas topa daha tez çatır və təkrar zərbə ilə hesabı bərabərləşdirir. Oyun yenidən başlayır. Maraqlı oyun izləyirik. 1-1 Neftçi Sabah görüşündə. Hesab bərabərdir. Rejissorumuzdan xahiş edəcəm, əgər mümkün olsa həmin anın təkrarını bir daha bizə göstərər. Həvəsilə söyləmirəm. Sabahın hücumu. Xəyal uzaqdan zərbə və top qapıdan alı keçir. Bizim epizodun təkrarını izləyirik. Rahman Əliyev. Pavel Şafranko qapıya zərbə. Top qapıdan alı keçir. Bir qədər əlverişsiz. Bu da təkrar. Tamamladıq stadionun tablosunda. Belə görünür. Bu arada təhlükəli ola bilərdi Neftçinin hücumu. Korner. Sabah futbolçularından Seymur Məmmədov idi bu. Topu meydandan çıxarır, kücdən zərbə. Pavel Şafranko qazandı topu komandasına. Rahman Əliyev sol cinahlı oynayır. Xəyal Əliyev soldadır. Xəyal topu sağ ayağına çəkdi. Qapını görür. Xəyal qapı dirək. Təkrar zərbə və hesab yenidən Sabahın xeyrinə dəyişir. Pavel Şafranko. Burada Pavel Şafranko topu qazandı. Numaralı Rahman Əliyev sol cinahlı oynayır. Xəyal sol cinahda topu qəbul edir. Topu sağ ayağına çəkdi. Zərbə mövqeyi axtardı. Tapdı mövqeyini. Zərbəni də vurur. Zərbədən sonra top qapı dirəyindən qayıdır və Pavel Şafranko təkrar zərbə ilə topu demək olar ki, boş qapıdan keçirir. Slovakiyalı futbolçu. 2-1 Sabah Neftçi arenada hesabda öndədir. Neftçi yenə məğlubiyyətdən qaçmağa çalışacaq. Ağırdaş Salyanski taban barizəsində topu uduzdu rəqibinə. Xəyal. Öncə meydan tək edənlərdən biri Mustafa Seyək gəlmə meydançasında. Heç nə yoxdur deyir Əliyar Ağayev. Hücumsa davam edir. Zərbə olacaq Ağırdaş Salyanski. Qapını görürdü, amma çərçivəyə düşə bilmiş. Alex Fernandez'in ötürməsi. Əla fikirləşmişdi. Əla da yerinə yetirmişdi ötürməni. Heç nə yoxdur dedi burada Əliyar Ağayev. Və Ağırdaş Salyanski məncə daha çətin olanı etdi. Rahatlıqla bu topu tutdu. Şafranko qapını görür və
Zərbə də gəlir burada, amma top Ramil Şeydayev bəli meydanı tərk edir. Ehtimalımız özünü doğrultdu. Bu zərbənin təkrarıdır Pavel Şaf. Həmin Kofin olduğu nöqtəyə baxmadığını görən Ervin Kofi topu təxminən 1-2 metr irəli çəkdi. Ervin Kofi ötürmə cərimə meydançasına Matias və qapı tiri. Bu da təkrar. Aydan topa da zərbə vurmağa cəhd etdi Yuri Matias. Çıxışda yerini itirmişdi Stas Pakadilov. Topun yerini təbii ki. Emin Mahmudov. Mustafa Sek. Ötürmə yerdən. Zərbə top qapının üstündən keçir. Yenə Yuri Matias idi. Çərçivəyə düşə bilmir Yuri Matias. Qızıl təkrarlar. Elçinin müdafiəçisi rəqib qapıçının topa toxunduğunu işarə edirdi. Joyles Mikkels. Mikkels qapıya zərbə, çərçivədən alı keçir. Özü cəhd etdi, uzaqdan yoxladı amma çərçivəyə düşə bilmir. Top qapıdan azca alı keçir. Bu da təkrar. Ötürmə bir qədər səliqəsi salındı. Neftçi futbolçuların mövqelərinə qayıtdılar. Pavel Şafranko. Şafranko'dan qapıya paralel ötürmə dəqiq deyil. Daha bir ötürmə. Uzaq küncə göndərdi. Burada Tellur hücuma qoşulub. Tellur qapıya zərbə və qapı tiri. Təhlükəli idi. Hızla da topa toxunmuşdu sanki. Bəli. Geri oynadı Tellur Mütəllimov. İvan Lepinitsa. Lepinitsa. Hakim oyunun əsas vaxtına 6 dəqiqə əlavə edib. Mikkels sol cinahda zərbə də vurur. Rıza bağlamışdı yaxın küncü. Mikkels burada ayağa zərbə gəldiyini işarə edir. 90 dəqiqəyə 6 dəqiqə əlavə olunur. Bu da epizodun təkrarı. Yayınmadı. Bu isə bir qədər əvvəlki epizodun təkrarıdır. Rəyi sizə buraxıram, əziz tamaşaçılar. Neftçi futbolçular yerini yetirdilər, yeri ötürmə. Və Əliyar Ağayev final fitini səsləndirir. Yarın finalın ilk oyununda Sabah Neftçinin meydanında 2-1 hesabı ilə məğlub etməyi bacarır. Yarın final qarşılaşmalarının ilki Sabah finalın qapısını azacıq araladı. Amma hələ qarşıda cavab oyunu var.